İslam Maxaçev İlya Topuri ilə döyüşü haqqında danışdı. Mən 77 kiloda döyüşməyə davam edəcəm. Çəki dəyişməyə fikrim yoxdur. İlya Topuriyə gəldikdə isə məncə o bu çəkiyə qalxa bilər. Və əgər məğlub olarsa itirəcəyi heç bir şey olmaz. Yenidən 70 kilosuna geri dönər və orada döyüşməyə davam edər. Merab Dvalishvili indiyə qədər İlya Topuriyə qədər güclü bir adam və onun qədər texnikalı bir adam görməmiş. Və məncə hətta 77 kiloda belə İslam Maxaçevlə qarşılaşarsa, mən Topuriyanın qalib gələcəyini düşünürəm deyə bildirib. İslam Maxaçev İlya Topuri ilə döyüşü haqqında danışdı. Mən 77 kiloda döyüşməyə davam edəcəm. Çəki dəyişməyə fikrim yoxdur. İlya Topuriyə gəldikdə isə məncə o bu çəkiyə qalxa bilər. Və əgər məğlub olarsa itirəcəyi heç bir şey olmaz. Yenidən 70 kilosuna geri dönər və orada döyüşməyə davam edər. Merab Dvalishvili indiyə qədər İlya Topuriyə qədər güclü bir adam və onun qədər texnikalı bir adam görməmiş. Və məncə hətta 77 kiloda belə İslam Maxaçevlə qarşılaşarsa, mən Topuriyanın qalib gələcəyini düşünürəm deyə bildirib.